Mən çox razıyam ki, bunu etmək istəyən alır. Bəli. Kim ki aydınlanmaq istəyir, artıq o evrənə öz mesajını göndərir. Orada buna gəlir. Amma ki, baxın, indi deyim ki, günümüzün reallığı. Biz başqa frekansdayıq. Biz başqa bir nəsil yaşayırıq da. Artıq sosial media, filan beşməkət podkastlar baxırıq, təkmilləşdiririk. Amma heç təkmilləşməyən bizim ailələrimiz var. Yəni dəyişə bilməzsən, sənin anandır, atandır, bəzən qardaşındır, bacındır. Yəni yaxın ətrafın var ki, ümumiyyətlə onlar səni başa düşmürlər. Ümumiyyətlə sənin onlarla müzakirə edə biləcəyin bu mövzularda heç bir halın yoxdur. Və sən belə qalırsan. Sən orada yenə də ikili rol oynayırsan əslində. Belə olanda da soyuqluq münasibətləri yavaş-yavaş yarana bilir. İndi təkmilləşmək istəyən adam təkmilləşməyən insanların əhatəsində öz əlaqələrini necə düzəltməlidir? Belə deyək, ümumiyyətlə siz dəyişdikcə sizin ətrafınızın, çevrənizin dəyişməsi də çox normaldır. Yəni və bir balaca da bunu qəbul etmək lazımdır ki, hamı bizim ətrafımızda, bu biraz ruhsal tərəfə gedir çıxır. Yəni hamı bizim ətrafımızda hər zaman olmalı və olmaq məcburiyyətində deyil. Hər insan ümumiyyətlə insanlar bir-birinə xidmət edir hər zaman. Yəni ruhsallıqda bu belədir, spirituallıqda bu belədir. Yəni kimlər ki karmik sistemə inanır, buna da inanırıq, mən də inanıram ki, bir-birimizə xidmət edirik. Və əgər sizin məsələn, siz məni tutaq ki da münasibətdə incitdiniz. Ruhsallıqda biz buna əslində xidmət kimi baxırıq ki, o məni incidir ki, mən başa düşüm ki, məsələn, mən dəyərliyəm, mən gedim artıq özümə dəyər verən, mənə dəyər verən biri ilə bərabər olum, düzdür? Mənə xidmət etdi əslində bu insan və ondan sonra əlbəttə ki, mən o insandan ayrıldıqca, münasibətim bitdikcə, mənim frekansım tutaq ki, biraz artdı, mənim həyatımda artıq yoxa çıxır. Yəqin ki, hamınızın həyatında elə dostlarınız var ki, birdən-birə münasibətiniz kəsilir, heç bilmirsiniz nə baş verdi, nə oldu. Məsələn, o insanların sizin həyatınızda xidməti bitir çox zaman. Və yaxud da ki, sizin məsələn həyatınızda elə bir sıçrayış yaşanır ki, siz sıçrayırsınız, onlar qalır. Çata bilmir. Məsələn, siz keçirsiniz 5-ci mərtəbəyə, onlar qalır 3-cü mərtəbədə, düzdür? Və bu da bizim yəni aramızda ay mən sıçradım, mən möhtəşəməm, elə bir şey deyil. Sadəcə hər insanın özünün bir necə deyirlər, bir trayektoriyası var. Yəni hər kəsdə hamı ora 5-ci mərtəbəyə məsələn sıçramalı deyil. Elə bəzilərimiz 3-cü mərtəbədə müəyyən, yenə deyirəm, ruhsallığa gedib çıxır, müəyyən dərslərimiz var, onları almalıyıq, sonra başqa səviyyəyə. Yəni siz belə deyək, həyatımızdakı bütün insanlara biz baxanda ki, o mənə xidmət edir. Məsələn, biz atalarımız, analarımız deyirik də, bizdən əvvəlki nəsil bizi başa düşmür və s. Onlar bizi inanın ki, başa düşsəydi, biz məsəl üçün bugünkü bizlər olmayacaqdıq. Baxın, bu biraz çətin bir mövzudur. Bu nəsillərə biz baxanda hər nəsil özündən sonrakı gələn nəsli hazırlayır. Məsələn, belə fikirləşin, bizdən sonra gələn nəsillərə fikir verin. Səhv etmirəmsə alfalar, betalar deyirlər də onlara. Onlara deyirlər məsələn sülhün uşaqları. Çünki onlar istəyir ki, sülh olsunlar, heyvanları çox sevir və s. Və ora gəlib çıxmaq üçün bir neçə nəsil, məsələn, bizdən öncəkilər tutaq ki, qıtlıq görür, bizə qıtlığı öyrədir, amma biz deyirik ki, yox, biz qıtlıq istəmirik, biz başlayırıq araşdırmağa, uşaqlarımızı bolluqla böyütməyə çalışırıq. Baxın, yəni bir nəsil gəlməsi üçün bir neçə nəsil özünü qurban verir, hətta mən deyərdim. Yəni ruhsallıqda bu şəkildə inanılır. İndi mən çox açmayacağam o mövzunu. Çox dərin mövzudur əslində. Yəni ki, məsələn, bizim analarımızın, atalarımızın valideynləri, onlar belə ən özünü qurban vermiş nəsil sayılır. Çünki onlar lap müharibə görüblər. O şəraitdə bizim valideynlərimizi böyüdüblər. Tam belə limitli bir bilinclə, sıfır informasiya ilə. Bizim valideynlərimiz oradan çıxıb bizləri böyüdük və bizlər xüsusən 90'lar keçid nəsli sayılır, 85-90'lar keçid nəsli. Yəni biz körpü rolunu oynayırıq növbəti nəsil üçün. Kimlər ki, onlara deyirlər, hətta bəzilərdən işığın uşaqları deyirlər. Nə bilim, o yeni bir nəsil, kimlər ki, daha belə sanki işıqlı dünyanı inşa edəcəklər. Orada yəni bizim yaşadığımız qədər problem olmayacaq. Amma ora gedib çıxmaq üçün riyazi məntiqlə görün işlər hardan hara qurulub gəlir.
Yəni bu işlər mən bu mənim məntiqimdir. Mən bu şəkildə yanaşıram məsələlərə. Çünki düşünürəm ki, ümumiyyətlə heç nə səbəbsiz deyil və kainatın bir şahmat sistemi ilə, riyazi bir sistemlə idarə olunduğunu düşünürəm. Yəni bu frekans o bu, yəni mən sehri və s. buna inanmıram. Sadəcə riyazi bir məntiq var işin içərisində və biz o məntiqi tutandan sonra istər konflikt olsun, istənilən bir şey baxırıq, deyirik ki, tamam, buradan da bunu öyrəndim, bu məntiqə gəldim və s. Amma kimlər ki, bəli, istəyirsiniz, məsələn, oyanmaq istəmir və s. Bizim vəzifəmiz də onları gedib oyandırmaq da deyil. Yəni ki, dediyim kimi, hər kəsin də bir rolu var. Doğmalarımızdır, məsələn, ürəyimiz. Bəli, doğmalarımızdır. Da yaxşı olsun. Amma o da onun roludur. Baxın, bəlkə də, məsəl üçün, dediyim kimi, sizin valideyniniz tutaq ki, sizin tam istədiyiniz kimi olsaydı, siz də bugün tamam başqa bir yerdə olacaqdınız. Yəni, bir-birinə xidmət məsələsi var axı. Yəni ki, məsələn, siz mənə xidmət edirsiniz, mən sizə ki, bir-birimizdə, necə deyirlər, buna ruhsal kontraktlar deyilir ki, bizlər bir-birimizə xidmət edirik ki, mən sizə bir şey yaşadıram, siz mənə bir şey yaşadırsınız və bu şəkildə bir-birimizə xidmət edirik. Yəni, əslində deyir ki, bizi ən çox incidən insanlar, bizi ən böyük xidməti göstərən insanlardır. Yəni, o bizi incidir ki, biz gedirik, məsələn, bir işin ardıyca müdür bizi qovur, biz gedirik biznes açırıq, düzdür, nə bilim. Anamız bizi incidir, bizi imkan vermir, biz gedirik məsələn bəlkə onun inadına çox yaxşı oxuyuruq, bir yerə gəlib çıxırıq. Yəni hamısı dərinə gedəndə riyazi bir məntiq. Bəlkə də sıxmasalar heç nə etməyəcəm. Oturacam evimdə ki, onsuz da çox rahatam məsələn. Yəni rahatlıq da olmaz. Yəni rahatlıq da olmaz. Yəni demək ki, bizim də öyrənməmiz gərəkən buymuş. Biz də bunu öyrənirik. Yəni bütün mən işlərin hamısında bu məntiqlə gedirəm. Mənə də çox kömək olur açığı. İzləyicilərimə də çox kömək olur və həyatı sanki daha belə sadə qaydalarla, amma çox daha rahat yaşamaq